Salam dəyərli izləyicilər, kanalıma xoş gəlmisiniz. Əvvəlcədən sizə bildirmək istəyirəm ki, kanala abunə olub videomu bəyənməyi unutmayın, çünki belə faydalı videolarımız çox olacaq. Bugünkü istəkləri nəzərə alaraq İran tipli pütmütkamızın işə düşməmə səbəbi və yaxud işə düşəndən sonra bir müddətdən sonra sönmə səbəbini sizə bildirmək istəyirəm. İşə düşməmə səbəbini əvvəlcədən bildirmək istəyirəm. Pütmütkamızı aldıqda gördüyünüz zaqluşkamız burada yerləşir. Söndürək. Zaqluşkamız burada yerləşir. Bu İran pütmütkaların hamısında demək olar ki var. Yəni bir çoxunda. Mağazalar düzdür açmır bunu. Siz bunu işləmir deyib bilib aparıb mağazaya qaytara bilərsiniz. Məsəl üçün mağaza yiyəsindən soruşa bilərsiniz. Nəyə görə? Çünki bizdə suyumuz, qazımız, hər bir şeyimiz birləşdirilib. Gördüyümüz zaqluşkanı isə bağlamışıq. İşə salmağa çalışaq. Məncə kifayətdir. İşə düşmür. Amma zaqluşkamızı yuxarı qaldırdıqda burada bir deşik var. Bu hava alması üçün, qazın hava alması üçün fikirləşdikləri bir deşikdir. Əslində düzgün bir şeydir. Birbaşa olsa hiss verəcək. Yəni necə deyim sizə? Qaralma verəcək. Bu sizin jajqal kabızın və şamımızın tez qaralmasına və pütmütkamızın tez xarab olmasına səbəb gətirə bilər. Gördüyünüz kimi zaqluşkamızı yuxarı verdikdə işə düşdü. Bir müddət saxlayırıq. İran pütmütkaları kimi, peçləri kimi alışmağa davam edir. Gəlin ikinci səbəbi sizə göstərək. Pütmütkamız niyə birdən-birə sönür? Bizim gördüyünüz kimi 2 ədəd datçikimiz yerləşir. Birinci datçik su datçiki ki bizim suyumuzun temperaturu 60, 70, 80. İndi müəyyən bir temperatur qoyulur bu datçiklərin üstünə. Qalxdıqdan sonra, həmin temperaturu gördükdən sonra pütmütkamızı söndürür. Nəyə görə? Bizim ehtiyatımızı qorumaq üçün. İkinci datçikimiz isə bizim uqar datçikimizdir. Bizim hal-hazırda pütmütkamız suyumuz dövrədə olduğu üçün pütmütkamız işləyir. İkinci datçikimiz isə uqar datçikimizdir. Uqar datçiki bu hissədə yerləşir. Nəyə görə bu hissədə yerləşir? Çünki boru tıxandıqda, uqarımız getmədiyi halda bunu vurub söndürür. Sizin pütmütkanız qapalı yerdə yerləşirsə, məsləhət görərəm ki, bu uqar datçikini açıb bacardığınız qədər uzaq bir yerə yerləşdirməyiniz kifayətdir. Çünki nəyə görə? Çünki özümüz biz bu qazın suyunu, qazını tənzimləyirik. Bizə lazım olan temperaturu alırıq onsuz da. Yəni olmasaq belə bunu quraşdıran bir usta, hər hansısa bir usta bunu müəyyən bir temperatura qoyur və sizdən soruşur. Sizin suyunuzun istiliyi sizin üçün uyğundur və uyğun deyil. Ondan sonra bu uqar datçikini, əgər pütmütkamız içəridə yerləşirsə, uqar datçikimizin açılıb uzaq yerdə qoymağımız məsləhətdir. Nəyə görə? Qapalı yerdə olduğu üçün pütmütkamız həm parı görür, həm də ki, uqarı tez qəbul elədiyinə görə sönür. Gəlin bunu biz sizin üçün test edək. Əvvəlcədən yaxınlaşdıraq. Pütmütkamızı işə saldıq. Gördüyünüz kimi qaz alışır. Bu bizim uqar datçikimizdir. Nəyə? Tıxanma və yaxud isinmə çox olduğu halda bu uqar datçiki nə qədər vadmoya yaxın olsa, yəni qazana yaxın olsa, o qədər də tez sönə bilər. Yəni siz sudan istifadə edirsiniz, durduğunuz yerə su söndür. Nəyə görə? Uqar datçikinə görə. Bunu ləğv etməyiniz düzgün deyil. Yəni bunu ləğv etsəz və yaxud bir-birinə birləşdirsəz, hər hansısa bir problem yarana bilər. Çünki bu elektronik deyil. Yəni bir platadan uyğun deyil. Bir plata üzərində qurulmayıb. Gəlin test edək. Uqar datçikimizi yaxınlaşdıraq və buna qısa şəkildə alov verək. Gördüyünüz kimi pütmütkamız söndü. Nəyə görə? İstiliyi gördüyünə görə və müəyyən temperaturu qəbul elədiyinə görə söndü. İçində bir datçik var. Bu ötürür, gəlir qaz klapanına. Qaz klapanını dərhal bağlayır. Nəyə görə? Təhlükəsizliyinə görə. Əgər bu çöldə olsa, bunu açmağınızı mən sizə məsləhət görmərəm. Əgər sizin pütmütkanız içəridə yerləşirsə, evin daxilində quraşdırılmışsınızsa, bunu bacardığınız qədər uzağa bura yerləşdirə bilərsiniz.
burada yerləri var. Müəyyən bir yerləri var. Bura yerləşdirə bilərsiniz. Və yaxud da ki, içərdən çölə çıxardıb aşağıdan bir yerdən bağlaya bilərsiniz. Nəyə görə? Çünki uqar, necə deyim, onsuz da sizin bazanız bunu çəkir. Yəni bu alovu çölə verir. Yenidən test eləyək. Alışdırırıq. Suyumuz dövriyyədə olduğu üçün pütmütkamız alışacaq. Gördüğünüz kimi pütmütkamız alışdı. Suyun və qazın dövriyyəsini, su bunda birbaşa olduğu üçün ancaq biz qazın dövriyyəsini blokda edə bilirik. Polnu verdiyimizdə qazımız artacaq. Buradan da polnu verdiyimizdə qazımız artacaq. Bu pütmütkaların bir özelliği ondadır ki, suyu birbaşa və olduğu kimi sizə ötürür. Sadə pütmütkalarda, miqrigli, vadnoylu olan pütmütkalarda isə suyu boğa bilirsiniz, azalda bilirsiniz, çoxalda bilirsiniz. Bu pütmütkalarda isə o mümkün deyil. Nəyə görə? Özelliği elə bundadır. Və qiyməti ona görə çox baha olur ki, misimiz qalındır və uzun müddətlidir. Bu tip pütmütkaları daxili şəraitdə işlətdiyimiz halda 10 il. Əgər açıq şəraitdə, üstü açıq, yəni heç nə qoyulmadan bir dənə qazana qoyulduğunda isə 5 il, 4 il istifadə rahat edə biləcəyik. Nəyə görə? Qazanın yanma temperaturu var. Gördüyünüz kimi burada bir-iki dənə problemlər var idi, artıq biz onları aradan qaldırmışıq. Qazımız çölə verildi. Çölə verdiyimiz üçün bura və bura qaralıb. Bu isə pütmütkamızın üst krişkasının, yəni qapağının, həm üstündə olan krişkanın, həm isə necə deyim sizə, qazanda olan misin keyfiyyətini öldürür. Başlayır qazanımız deşilməyə, yanmağa. Ondan sonra yavaş-yavaş başlayır çürümə getməyə. Yəni artıq siz onun istifadəsini, necə deyim, ömrünü qısaldılırsınız. Söndürdük. İstifadədədir hal-hazırda. Yandırdıq, yandı. Biz azaldırıq qazımızın çox olduğu üçün, bunu azaldırıq. Bunu da istədiyimiz reqovkaya qoyuruq. Bunu isə sizin üçün quraşdırılan usta, mütləq quraşdırılan usta bunu sizin üçün tənzimləyir və qaydasına qoyur. Suyumuzu söndürdüyümüz halda isə qazımız sönür və ancaq şamımız və ötürücü qazımız başlayır işlək vəziyyətdə qalmağa.